Salam. Bugün Kodera 36. sual yazı işlərindən proqramı quracağıq. Sualda bizdən soruşur, klaviaturadan daxil edilən n rəqəmli natural ədədin təş rəqəmindən sonra 4, cüt rəqəmindən sonra isə 3 rəqəmlərini əlavə edərək alınan yeni ədəd çap edən bir proqramı yox. Birinci ədəd daxil edək, ədəd adını dəyişən götürürük, int, input, n rəqəmli natural ədədimiz olsun. Daha sonra bir S sətri götürək. Çünki biz hər təkdən sonra 4, tək rəqəmdən sonra 4, cüt rəqəmdən sonra 3 əlavə eləməliyik. S sətrini götürdük. For, in, STR, ədəd. Daxil elədiyimiz ədədə bir-bir müraciət eləyək. Təbii ki də biz onu sətr formatında müraciət eləyə bilərik. STR ədəd. İndi şərtimizi verək. Əgər int i sətrə çevirmişdik deyə, int i faiz 2 fərqlidirsə sıfırdan, deməli bu ədəd tək ədəddir. Təkdən sonra nə etməliydik? Biz 4 əlavə eləməliydik. S-in üstünə gəlməliyik. i-ni də gələk üstünə. i plus STR 4 sətirlər toplamaq olur. Sonra əks halda S-in üstünə gəlsin. i plus STR 3. Tək olanda 4, cüt olanda 3 əlavə eləsin. Print S göndərsin çapa. Gəlin baxaq görə bir də proqramı necə istəyir. Bizdən natural ədəd daxil eləməyimizi istəyəcək klaviaturadan. Daxil elədik. S sətri götürdük. Boş bir S sətri götürdük. Çünki bunları biz S-də saxlayacağıq. For in STR ədəd. Daxil elədiyimiz natural ədədi bir-bir müraciət eləyəcək. Bütün rəqəmlərinə bir-bir müraciət eləyəcəyik. Cüt və təkliyini yoxlamaq üçün. Elədik, bu şərt dövrü yaratdıq. Əgər şərtimizi burada verdik. Əgər həmin o int sətrə çevirmişdik, ona görə onu tama çevirib 2-yə bölməliyik. Qalığı sıfırdan fərqlidirsə, deməli bu ədəd tək ədəd. Deməli int i 2-yə böləndə qalıq sıfırdan fərqlidirsə, bu ədəd tək ədəddir. Tək ədəddirsə, deməli 4 gəlməliyik üstünə. S-in üstünə, yəni ki, bu dəyişən boşdur axı birinci. S-in üstünə gəlirik. i, yəni bizim öz ədədimiz yerində qalır və 4 gəlir. Yəni birinci təkdən sonra 4 olsun. Əks halda əgər cütdürsə, həmin o daxil elədiyimiz rəqəm qaldı yerində 3 əlavə eləsin. Gəlin buradan bir rəqəm götürək. Məsələn 1, 2, 3, 4, 5, 6. İndi görək bu necə bir rəqəmə dönəcək. Məsələn təkdən sonra 4 olacaq. 1-dən sonra 4, 2-dən sonra 3. 3-dən sonra 4, 4-dən sonra 3, 5-dən sonra 4, 6-dan sonra 3. Belə bir rəqəm alınmalıdır bizdə. Baxaq görək proqramımız doğrudurmu? Deməli 1, 4, 2, 3, 3, 4, 4, 3, 5, 4, 6, 3. Bəli, proqram doğrudur.